Bismillahirrahmanirrahim. İnna enzelnahu fi leyletil qadr. Əziz və dəyərli möminlər. Bu ayədən də görürük ki, Quran-ı Kərim Qədr gecəsində nazil olmuşdur. Belə bir sual ortaya çıxır ki, məhz niyə Qədr gecəsində, Quran-ı Kərim niyə Qədr gecəsində nazil oldu? Quran-ı Kərim iki şəkildə nazil olmuşdur. Quran-ı Kərim ayələrini nəzər saldıqda bu ayədə olduğu kimi inzal feilindən, birbaşa nazil olma feilindən istifadə olunur ki, bu sırf Qədr gecəsinə aiddir ki, Peyğəmbərin qəlbinə Quran-ı Kərim birbaşa Qədr gecəsində nazil olmuşdur. Bir də tənzil feili işlənir ki, bu da tədrici nazil olmadır ki, Quran-ı Kərimin ayələri daha sonra tədrici şəkildə nazil olmuşdur. Niyə görə məhz Qədr gecəsində nazil oldu Quran? Çünki keçən söhbətlərimizdə danışmışdıq ki, Qədr gecəsi insanların həyatının müqəddəratının həll olunduğu mühüm bir gecədir. Hər bir şeyin həll olunduğu bir gecədir. Məhz belə bir gecədə Quran-ı Kərim nazil olmalı idi. Çünki Quran-ı Kərim də insanların, bəşəriyyətin həyatı üçün özündə əhəmiyyətli mövzuları ehtiva edir. Bu iki ilahi nemət məhz bu gecəyə aiddir. Bu iki ilahi nemətin bu gecəyə aid olması ilə də Allah Teala Ramazan ayını bunlarla fəzilətli qərar verdi və orucu da insanlara bu ayda vacib qərar verdi. Allah Teala bizləri Quran və Əhl-i Beytdən ayrı salmasın.